Bayrağı o qədər xoşlayırdı, əzizləyirdi, bayrağı çox sevirdi. Bu köynəyi də əskərə gedənə kimi heç əlindən çıxartmadı. Gələndə də Royal şəhid olub bayrağı bükülüb gəldi. Düzdür, ağırdı, acıdı, çətindir. Bir ana üçün övlad itirmək çox çətindir. Amma alnım açıqdır, üzüm ağıdır. Mən onunla fəxr eləyirəm. Qürurluyam. Həmişə də fəxr eləyəcəm ki, Royal kimi bir oğlun anası olmuşam. Düz idi, yaşı az idi. Çox yaşı az idi. Yəni, o az yaşında amma ona şərəfli ölüm qismət oldu. Mən onunla fəxr eləyirəm ki, vətənə layiq övlad böyütdüm. Çox ağlayırdım. Gecə yuxuma girdi ki, bəs ana, üşüyürəm, ayaqlarımı ört. O gündən sonra həqiqətən də yəni, yuxuda o vəziyyətdə onu görmək, mən kimdənsə soruşanda maraqlananda ki, siz çox ağlayırsınız, onun yeri narahatdır, yəni, onu o qədər incitməyin. O qədər ağlamadım, yəni özümü ələ aldım ki, yəni oğlumun yeri narahat, heç olmasa yatdığı yer cənnətdir. Cənnətində rahat yatsın. 15 yaşında olanda deyirdi ki, qoy bir o əskərə çağırsın, nə varsın dedim. Əlimə bir avtomat götürüb erməniləri mən qıracam. Mən öz oğlumla fəxr edirəm. Onun da arzuları var idi. O demişdi ki, ata dedim, əskərə gedib gəlim dedim. O dedi, mən özüm işləyib, pul qazanıb, dedim, maşın alacağım dedim. Təki sağ salamat qayıt, maşın dedim, mən alacağım sənə. Kibarənin bir qardaşıdır. Arzusu vardı ki, nolitlər almaq maşının arxasında bütün şəhidlərin şəklini yapışdırmaq. Çox arzusu var idi. Mənlə bölüşürdü ki, gələcəm, sizi gəzdirəcəm. Belə həmişə deyirdi ki, qardaşım, siz ikinizi yəni, Toyolanda göndərəcəm, anamın yanında mən qalacam. Arzuların yarım çox qaldı. Mən qardaşımla fəxr edirəm. Yaxşı ki, mənim qardaşımdır.